Uçmağı və üzməyi əla bilsə də ördək, qeyri həvəsə düşdü, qaçan ceyranı görcək. Dedi: Neyimə gərək? Axı üzəm, uçam mən. Yaxşısı bu qaçmaqda ceyran ilə olğum tən. Baxıram ki, bəxtəvər qaçmır, elə bil süzür. Sanki zərif ayağı çəmənə ilmədizir. Nazlanaraq bu ördək yan basa-basa qaçdı. Ona elə gəldi ki, yeni bir cığır açdı. Ancaq onda ayıldı itib ayaq pərdəsi. Yeriməyə qalmayıb gücü, nə də həvəsi. Tez özünü atsa da yenidən göl üzünə, gördü pərdəsiz ayaq, daha baxmır sözünə. Nə də təkan verib o, göyə yüksələ bildi. Çox məyusluq içində axan göz yaşın sildi. Dedi: Qədrini bilmədim. Mənə məxsus olanın sonu çox pis olurmuş. Həsəd ilə dolanır. İbrət götür ey insan, yapış bildiyin işdən. Çünki peşman olarsan əgər bəhsə girişsən. İbrət götür ey insan, yapış bildiyin işdən. Çünki peşman olarsan əgər bəhsə girişsən.